Hörmətli tədbir iştirakçıları, hər birinizi salamlayıram. Bu günləri Ağcabədi rayonunun Boyat kəndində 1-ci Qarabağ müharibəsində qəhrəmancasına döyüşüb və bugünə qədər də onun haqqında son döyüşündən sonra məlumat əldə edə bilmədiyimiz bir qəhrəmanımız Ağayev Yalçın Rafiq oğlunun cənnətdə olan vücudu günü qeyd etmək üçün cəm olmuşuq. İlk öncə xahiş edirəm, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizi bir dəqiqəlik sükutla yad eləyək. Allah bütün şəhidlərimizin ruhu şad eləsin. Azərbaycan dövlət himni səslənir. Allah bütün şəhidlərimizin ruhu şad eləsin, qazilərimizə şəfa versin, veteran qardaşlarımızı qorusun və bu tədbirdə iştirak edən Boyat, Bilağanlı, Qaraxanlı, Hacılar kənd cəmaatına, eləcə də şəhid anaları, şəhid atalarına, şəhid ailələrinə, o cümlədən şəhidimizin döyüş yoldaşlarına və uzaqdan yaxından bu tədbirdə iştirak edən qonaqlarımızın hər birinə dərin təşəkkürümüzü bildiririk və şəhidimiz haqqında qısa bir məlumat vermək istəyərdik. Buyursun, Bilağan kənd tam orta məktəbin şagirdi Ayan Bala çıxış etsin, buyursun. 1-ci Qarabağ müharibəsində itkin düşən şəhidimiz Ağayev Yalçın Rafiq oğlu Ağcabədi rayonunun Boyat kəndində 1973-cü ildə mayın 1-də anadan olmuşdur. 1980-ci ildə Bilağan kənd 8 illik məktəbin 1-ci sinifinə qəbul olmuş və oranı bitirmişdir. 1992-ci il iyunun 24-ü Ağcabədi rayonunda hərbi xidmətə çağırılmışdır. 1-ci Qarabağ müharibəsində tank heyətinin komandiri olub, yüksək şücaət, qəhrəmanlıq göstərmiş və 1993-cü ildə iyunun 16-sı Ağdam rayonunun Qalayçılar kəndində gedən döyüşlərdə itkin düşmüşdür. Uzun axtarışdan sonra heç bir nəticə əldə olunmamışdır. Ağcabədi rayonunun Xalq Məhkəməsi tərəfindən verilən qərara əsasən 2001-ci il oktyabrın 23-cü tarixində şəhid statusu almışdır. Allah bütün şəhidlərimizə rəhmət etsin.
təşəkkürümüzü bildiririk. Allah sizi var eləsin. Və onu da qeyd edeyim ki, yəni itkin düşdüyü illə şəhidlik statusu verilən ilin o uzun çəkmə səbəbini demək istəyərdim ki, bir açıqlamasını verərdim ki, ana qəbul etmir oğlunun şəhid olmağın, oğlun gələcəkdir, razılaşmır və ona görə də uzun müddətdən sonra şəhidlik statusu verilir. Və ilk sözü istəyərdim ki, qəhrəmanımızı böyüdüb boya başa çatdıran və 49 il bu ildə obada ömrünü təhsilə həsr etmiş bir dəyərli bir ziyalımız, müəlliməmiz, anamız buyursun. Rəfiq ana, buyur. Durma. Oturduğun yerdə çıxış elə. Əvvəla hamını salamlayıram. Əvvəlcədən bu tədbiri təşkil edənlərə ailəmiz adından, öz adımdan minnətdarlığımı bildirirəm. Deməli, mənim oğlum 73-cü ildə anadan olub. İndi o sağ olsaydı onun 52 yaşı vardı. Bütün şəhidlərə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin, veteranlarımızın ömrünü uzun eləsin. Şəhidlər ölmür, şəhidlər yaşayır. Bir də onu deyim ki, şəhid analarına, bu şəhid sözü, şəhid anası da deyirlər, amma onu yaşayanlar bilər ki, bu necə əziyyət çəkir, nə deməkdir şəhid. Elə, sağ olun, var olun. Təşəkkürümüzü bildiririk, çox sağ olun, var ol deyirəm və elə şəhid anaları bu günləri tək qoymuşdular, anamızı gəlibdilər, iştirak edirlər. Qaraxanlı kəndindən, Minaxoru kəndindən gələn şəhid analarını istəyərdik ki, ürək sözlərini işləyək. Amma xahiş edirəm, hər şəhid anası çıxışa başlamamışdan öncə şəhidin adını çəksin, öz adını desin və buyursun, çıxış etsin. Şəhid Rövşən Allah verdiyin anasıyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Allah mövludu olan şəhidimizin də mövludu mübarək olsun. Anasına səbir versin. Allah ordumuzu qorusun. Allah sizlərin də canı sağ eləsin. Çox sağ olun ki, bu tədbiri təşkil eləmişsiniz. Allah haniyədə səbir versin. Sağ olun. Çox sağ olun. Buyur. Mən şəhid Qəhrəman məkanın anasıyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məqamları ucu olsun. Nə deyim? Buyur. Mən də şəhid Quliyev Nurlanın anasıyam. Bugün yığışmışıq şəhidlərimizin ocağına. Hamısına mənim canım qurban. Allah bütün analara, atalara, bacı, qardaşa səbir versin. Gözəl anam, həqiqətən də bala dərdi, itkisi çox ağırdı. Sən dərdinə bax, belə Nurlanın anası qurban, canım qurban. Mən də onun mövludunu təbrik edirəm. Bizim toysuz balalarımız, xınansız balalarımız, toylu balalarımız, tonçaları yarımçıq qalmış balalarımız. Yenə də Allah bütün şəhidlərimizə rəhmət eləsin. Analar qurban onlara, ac qarnlarına, susuz dodaqlarına, yorluq qoğulçalarına. Onlar bizimki bu torpaqlarımızı aldılar, öz torpaqlarımızda bizim balalarımız şəhid oldu. Bizim öz torpaqlarımızda. Onların hər qarşıma çıxdısa mən ölüb dirilirəm. Deyirəm, can balalar, sizin ayaqlarınıza qurban olun. Lalələr bitib. Hara baxırsan lalələrdir. Onların qanı tökülən yerdə hamısı lalədir. Canım onlara qurban. Allah ordumuzu qorusun. Həmişə bayraqlarımızı ucadan da ucu eləsin. Sənin balayın qanlısın. Bizim balalar aldı. Ürəyin buz kimi olsun, ay anam. Allah səbir versin. Allah xalqımızı qorusun. Allah bax millətimizə pis gün göstərməsin. Allah hamınızın köməyiniz olsun. Çox sağ olun. Mən də şəhid Məmmədov Zeyhun anasıyam. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun, məqamları uca olsun. Anıya da səbir diləyirəm. Allah ordumuzu qorusun, saldatlarımızı qorusun. Səngərdə olan saldatları Allah saxlasın, Allah qorusun. Allah hamımıza da səbir dözüm versin. Allah cavanlara dəyməsin.
Gülüşə ana, Vəzifə ana, Zülfiyə ana, Qətibə ana, mən də sizlərə çox sağ ol deyirəm ki, bu günləri ananı tək qoymadınız, gəlib iştirak edir. Allah sizdən razı olsun. Allah bütün şəhidlərimizin ruhunu şad etsin. Ana bir söz dedi. Bir neçə gün bunları paylaşım olmuşdu ki, şəhidlərimizin səhv etmirəmsə Füzuli Cəbrayıl ərazisində idi ki, o qanı tökülən ərazi, böyük bir ərazi, bir lalələr bitibdi. Allah sizə var eləsin, Allah sizin səbrinizi versin. Şəhid atalar da iştirak edir tədbirimizdə. İcazənizlə şəhid ataların da çıxışını dinləyək. Ondan sonra şagirdlərə və müəllimlərə, eləcə də tədbir iştiraklarına söz verəcəyik. Şəhid Məmmədov Cəmaləddinin atası Türbəndə əmi buyursa. Mən bugün tədbirdə iştirak edən hər birinə təşəkkür edirəm ki, öz adımdan. Onlar yani ananı tək qoymuşlar. Biz şəhidimizin mövlüd günündə hər birimiz burada toplaşmışıq. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz ölməyib, bütün qəlblərdə hələ ki yaşayır. Malə gəlir ki, bu gündən sonra da yaşayacaq. Mən əvvəl anaya deyə bilərəm ki, ana, sənin oğlun ölmüyor, sənin oğlun hələ ki yaşayır. Nə qədər ki biz bilmiriksə, siz bilmirsinizsə, biz ona ölmüş deyə bilmərik. Onun bugünkü gün mövlüd günü olduğu üçün hər birimiz qəlbən yaşamalıyıq o şəhidi. Ona görə də hər birinizə çox sağ ol deyirəm bu günləri, xüsusilə də şagirdlərə, onun müəllimələrinə və şəhidlərimizə Allah bir daha rəhmət eləsin. Mən onu bir də deyə bilərəm ki, bizim analara belə şəhid göstərməsin. Şəhid sözü həm acıdır, həm də şirindir. Şirindir ki, özümüzün torpaqlarımızın ərazi bütövlüyünün uğrunda o döyüşdə həlak olurlar. Allah hər birinə rəhmət eləsin. Sağ olun. Şəhid Məkan Qəhrəmanovun atası Mübariz ata buyursun. İlk önce buraya yığışan herkes salamlayıram. Belə də burada ne kadar əziyyəti, zəhməti olan insanlar var. Hamısına təşəkkür edirəm. Və birinci, ikinci heç bir təfavüt yoxdur. Bütün hamısı bizim balalarımızı Allah hamısının ruhunu şad eləsin. Qəbirlərini nurla doldursun. Demək şəhidlərimizin, elə də qazilərimizin canı qanı bahasına zəfəri qazanmış bir xalqı, əlbəttə ki, başda da Ali Başkomandanın əmri altında bu zəfəri qazanmışıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Allah Ali Başkomandanımızı qorusun ki, bugün onun əmri altında tarixi yazmış bir dövlətik, xalqıq. Allah dövlətimizi, xalqımızı, millətimizi qorusun, bir daha heç vaxt müharibə olmasın. Çox sağ olun. Sizə də hamınıza təşəkkür edirəm ki, çox sağ olun ki, biz həmişə sizinlə komandası olaraq həmişə şəhidlərimizin yanındasınız, elə də şəhidlərimizi hatırlayırsınız. Biz həmişə sizinlə, yəni şəhidlərimiz bizə deyir ki, siz harda olsanız, biz həmişəsiz, yəni onlar həmişə bizimlədir. Biz harda olsaq, onlar bizim yanımızdadır, hər an bizə güc verir, hər an, nətər deyim, hər an bizim yanımızdadır, hər anda bizi güc verir. Öz əməlləri ilə, öz, nətər deyim, qanları ilə, canları ilə göstərdilər yenə ki, nəinki atıya, anıya, hətta bütün dövlətə, bütün dünya göstərdilər yenə ki, Azərbaycan torpağı bölünməz, ayrılmaz bir hissədir. Sağ olun. Gənclərə deyirəm, üzümü şagirdlərə tut deyirəm, məlumatları olsun. Əlbəttə ki, bizim dəyərli ziyalılarımız, müəllimlərimiz bu mövzu haqqında yəqin ki, milyon% deyirəm, məlumat veriblər. Amma bir daha təkrar mən də demək istəyərdim ki, tarix boyu şəhidlərimizi bizə, özümüzə, öz əllərimizlə unutturdular. 1918-ci ildə şəhid olan şəhidlərimizin kütləvi məzarlıqları üzərində futbol meydançası
düzelttirdiler öz atalarımıza, babalarımıza ve babalarımız, atalarımız o şehitlerimizin mezarlarının üstünde o stadyonda futbol meydanında futbol oynadılar. Bunu ettirdiler bize. Kütlevi şekilde bu şehitlerimizin mezarlıkları üstünde Kirov abidesini, heykelini koyup o parklarda bizlerin babalarımız istirahat ettiler, eğlendiler. Ve biz zaman o şehitlerimizi yaşatmalıyız. Şehitlerimiz unutulmasın diye her bir zaman onların mevlütlarında, anım günlerinde ailenin yanında olmalıyız. Bu günleri harici kinonlarda yalançı qəhrəmanı olmayan ölkələr qəhrəmanlarını nümayiş ettirirlər. Ama bizim görün ne kadar real qəhrəmanlarımız var. Bakın, her birisi bir ordunun karşısını almak gücünde olan bir qəhrəmanlarımızdır. 1993-cü ildə 1-ci Qarabağ müharibəsində əlbəttə ki, of tüfəklərin belə əlimizdən, evlərdən yığdılar, aldılar əlimizdən ki, silahsız olaq. O düşmənin hazırlanmış, döyüş təlimləri keçmiş silahlarla onları dəstəklədilər, silahlandırdılar və bizim üzərimizə göndərdilər. Mən Bayat kəndindən danışıram. Analarımız yəqin ki təsdiqləyər, atalarımız təsdiqləyər. Mən də Bayat kəndində ağsaqqallardan eşitdiyimi danışıram. Vaxt var idi, burada analar uşaqlarını, pambıq yığan analar uşaqlarını burada saxlayırmışlar. Bu təpədə bir nəfər ayrılırmış, anaların uşaqlarını saxlayırmış. Hansı ananın uşağı ağladı, qırmızı parça qaldırmış. Filankəsinin anası gəlsin. Yaşıl, mavi, ağ, sarı parçalarla anaları çağırmışlar ki, gəlsin o uşağı sakitlətirsin. Həmin anaların yığdığı pambığın puluyla silahları alıb göndərdilər ermənilərə və həmin anaların ki, balaları burada ağlayırdı, onları şəhid etdilər həmin silahlarla. Bu günləri mən təsəllimiz əlbəttə ki, odur ki, 2020-ci, 2016'dan daha doğrusu bəri şəhidlərimizin qisası alındı və itirdiyimiz torpaqların bir qismini azad etdi. Gün o gün olsun inşallah Zəngəzurumuz, Görkəm xanımız və Dədəbaba torpaqlarımız olan İrəvan xanlığımız, İrəvan qalamız düşməndən azad olsun və Azərbaycanın 3 rəngli bayrağı İrəvan qalamızdan dalğalansın. Amin inşallah. Mən şəhidimizin qardaşlarını dəvət etmək istəyərdim. Bacıları danışmaq istəyirsə xahiş edirəm. Anar, Elçin, çox xahiş edirəm. Yaxınlaşın. Burada şəhid balası var. Və ola bilər ki, görmədiyim şəhid ailələrindən kimsə iştirak edir. Şəhidimizin balası Azər buradadır. Xahiş edirəm. Abbasov sahibin evladı. Yaxınlaşın, çox xahiş edirəm. Və Anar qardaş, Elçin qardaş, sizə mən təşəkkürümü bildirəm bu tədbiri təşkil etdiyinizə görə. Buyurun. Allah bütün şəhidlərimizin valideynlərinə uzun ömür versin. Bir də Azərbaycan xalqına belə şəhidlər göstərməsin. Çox sağ olun. Mən də bütün hər kəsi salamlayıram. Burada əziyyəti olan hər bir kəsə öz təşəkkürümü bildirirəm. Anamıza da başsağlığı verirəm. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Allah ordumuzu qorusun. Çox sağ olun, var olun. Təşəkkürümüzü bildiririk və bu günlər şəhidimizin döyüş yoldaşı Salmanbəyli kəndindən şəhid kəşfiyyat komandiri, Xüsusi Tənəfər kəşfiyyat komandiri Mikaili Sandirin əmisi buyursun, xahiş edirəm. Faik qardaşımız, eləcə də mübariz və burada iştirak edən döyüş yoldaşlar var ki, şəhidlərimizin hər birisini dəvət edirəm. Mən söz verməmişdən öncə bir şeir demək istəyirəm. Dünənləri mənə zərk gəldi, Anar qardaşımız, Faik qardaşımız sağ olsunlar, məni gətirdilər, çağırdılar, dəvət elədilər. Mən orada da demişəm, bugün da deyirəm, mən xəcalət çəkirəm və dönə-dönə üzr istəyirəm ki, mən bugünə kimi, dünənə kimi daha doğrusu bilməmişəm bu ananın yaşadığını, mən bu ananı ziyarət etməmişəm. Dünən mən ananın yaşadığını bildim və ananın bir balaca söhbətə tutdum, istədim. Bacılar, analar danışsın ki, nəsə bir Allah təbb verər, bir şeir yazaram.
Anamız danışdı, anamızdan əldə etdiyim məlumatlara əsaslanıb saat 2'nin yarısı, 2'ye 27 dəqiqə işləmiş, 1'e 27 dəqiqə işləmiş bir şeir yazdım. İstədim ki o şeiri deyim, ondan sonra söz verim sizlərə. Oğul, gözlərimi yolda qoymusan. Məzarsız yalçınım, adına qurban. Mən bu tayda, sən o tayda qalmışsan. Məzarsız yalçınım, adına qurban. Oğul, həsrətinə dözə bilmirəm. Baxcamda mən sənsiz gəzə bilmirəm. Adına bayatı yaza bilmirəm. Məzarsız yalçınım, adına qurban. İyun son dəfə yanına atan gəlmişdi. İyun ayında atası gedir 2 gün öncə. Son dəfə yanına atan gəlmişdi, ətrinə qatan gəlmişdi, dərdinə məzarda yatan gəlmişdi. Məzarsız yalçınım, adına qurban. Elçin anar yəqin sözün tutacaq. Diqqət edin, ana şəhidimizin şinelini saxlayıb. Dünən mənə söhbət edir ki, mən dünyamı dəyişəndə o şineli mənim üstümə assınlar. Oğlumu görmədim, oğlumun şineli mənim üstümdə olsun. Elçin anar yəqin sözün tutacaq, şinelin xatirən mənə qalacaq. Məzarda üstümə yorğan olacaq. Məzarsız yalçınım, adına qurban. Kaş bala sevdiğin xanım olaydı. Soyunu daşıyan qanım olaydı. Nənə deyən nəvəm canım olaydı. Məzarsız yalçınım, adına qurban. Şair dönməz dünən bizə gəlmişdi. Oturup mənlə üz-üzə demişdi. Bir şiir yazacağım, söz de vermişti. Məzarsız yalçınım, adına qurban. Döyüş dostum Faik sağ olsun bala. Danışsın koy üzü ağ olsun bala. Senle aramızda bağ olsun bala. Məzarsız yalçınım, adına qurban. İstəyədim ki şəhidimizin döyüş yoldaşı buyursun. Şahit çok sağ ol, minnettarım. Ben de Yalçın Ağayev'in dövüş yoldaşı kimi bütün tedbir iştirakçılarının minnettarlığımı bildirirəm. Şəhid anaların, şəhid ataların qarşısında baş əyirəm. Komandirim olmuş Elşad Ağayev'in adından, dövüş yoldaşlarımız, Ağlı Qoşunun bütün tankistlər adından, tedbir iştirakçılarını alqışlayıram, çok sağ ol deyirəm bu məktəb kollektivində. Yalçın'ın hakkında ben çok danışa bilərəm, vaxtınızı çok almayayım. Yalçın orada da özünü göstermişti ki, bu əsl ziyalı bir ailədə tərbiyə alıb. Çok ağıllı, mədəni, tərbiyəli bir döyüşçü idi. Mənim komandirim idi, ekipaj komandirim idi. Allah rəhmət eləsin bütün şəhidlərimizə, Allah səbir versin şəhid analarına. Mənim üçün həm çətindir, həm də qürurludur qardaşım haqqında danışmaq. Allah səbir versin, Allah analarımıza səbir versin, atalara səbir versin. Minnətdarım. Çox sağ ol şahid. Allah səni əksik eləməsin. Buyurun. İlk önce şehit analarına Allah'tan sabır dileyirəm. Allah onlara sabır versin, valideynlerine sabır versin. Ağayev Yalçın benim sinif yoldaşım idi. Bir məktəb oxumuşduq. O cəsur idi, ürəkliydi. Neye göre ürəkliydi? Ona göre ürəkliydi ki, o düşmənin üstüne alnı açıq sinəsini verdi, mərtcəsinə şəhid oldu. Allah bütün şəhidlərə rəhmət eləsin, onların məkanını cənnət eləsin. Sağ ol. Amin. Amin inşallah. İlhan Kənd Tam Orta Məktəbin direktoru Xaliq müəllim buyursun və həmin məktəbin şagirdləri də hazırlaşsın. Müəllimin çıxışından sonra çıxış etsinlər, yaxınlaşsınlar artıq şagirdlər. Çox sağ ol İlker müəllim. Yəni bugün Rəfqə müəllim, həqiqətən danışmaq mənim üçün çox çətindir. Çünki biz o anları həm bir şagird olaraq, həm bir müəllim yoldaş olaraq bugün ruhu şad olsun Rafiq müəllimin də, Rəfqə müəllimlə, Rafiq müəllimlə bərabər bizim məktəbimizin kollektivi ağırları yaşayır. Yəni o Rafiq müəllimin bayaq İxtiyar müəllim bir söz qeyd elədi ki, şəhidlik statusu bir qədər gec verildi Yalçına.
Yəni şəxsən mənim gözümün qarşısındadır Rafiq müəllimin saqqalının hansı formada olması, onun kənd və kənd, şəhər və şəhər oğlu Yalçını axtarması, ondan bir xəbər alması üçün yəni çox belə deyim. Rəfiq müəllim, bu gün onun mövlud günüdür, bu gün onun doğum günüdür, bu gün onun anadan olduğu gündür. Bu gün mən sizinlə bərabər bütün şəhidanları qarşısında baş əyirəm, atları qarşısında baş əyirəm. Bu gün onların ruhu şad olsun, bu gün istər fərqi yoxdur, kim düşsün, istər şəhid olsun, canını, qanını vətən uğrunda qurban verən evlatlarımızın ruhu şad olsun ki, bu gün Qarabağımız azaddır. Bu gün onların bəyəqanamız bir söz dedi, mən də baxmışam ona, doğrudan da o torpaqlarda onların qanları tökülən yerdə lalilər bitir. Bu bir möcüzədir, Allahın bir möcüzəsidir. Allahın şəhid ruhuna verdiyi bir qiymət, bir töhfədir. Mən bugün Qarabağlı Azərbaycanıqsa, başda Ali Başkomandanımız olmaqla, Azərbaycan ordusu olmaqla, Azərbaycan ordu xalq birliyi olmaqla bugünümüzün nəticəsini, zirvəsini məhz bizə bəhs edən bizim şəhidlərimizdir. İstər bayaq şəhid atasında bir söz dedi, birinci Qarabağ, ikinci Qarabağ, Qarabağ, Qarabağ. Birinci Qarabağda şəhid olub, qanı yerdə qalan oğullarımızın, qanın ikinci Qarabağda şəhid olan oğullarımız zirvəyə qaldırdı. Onların qanın qoymadı, göz qanlarıyla bərabər yerdə qalsın. Qarabağımızı azad etdi, sürekli bayrağımızı o gözəl Qarabağımızda dalğalandırdı. Bugün artıq nə qədər ağrısaq da, nə qədər acısaq da, bugün eyni zamanda fərəhliyik ki, Qarabağımız azaddır. Biz o torpaqlara, onların şəhid olduğu yerlərə, anlara gedib şəhid atları, şəhid anları ziyarət edə bilir. Həmin yerlərdə ola bilirlər, baxa bilirlər. Heç olmasa az da olsun ürəkləri təsəlli tapır. Mən Rəfiq müəllim çox danışmaq istəmirəm. Yəni bugün sizin yanınızdayıq, kollektivimiz də sizin yanınızdadır. Bir qrup müəllimlərimiz də buradadır. Biraz dərslə bağlı, hamımız burada ola bilmədik. Mən Elçin Anara da sağ olsunlar deyirəm. Həm də başları ucu olsun. Bugün elə bir tədbir təşkil etmək lazımdır. Belə tədbirlər bizim üçün lazımdır. İstər doğum günü, istər anım günü, istər şəhidlərlə bağlı tədbirlər hər an unudulmamalıdır, hər an qeyd edilməlidir. Elçinin açsın da ürəyiniz bir təfərli olsun ki, qardaşınız itkin düşən o yurtlarda bugün Azərbaycan üstünlükli bayrağı dağılanır. Azərbaycan xalqı həmin yurtlarda gedib məskunlaşır, elə bolurlar. Azərbaycan adını ödür özün işıq. Biz də sənin bu müqəddəs torpağından boyanmışıq. Sən bizim bu dünyada məsləkimiz, amalımız, yolumuza işıq saçın olduğumuz silahımız. Nəfəsimiz Ulu Qorqud dədəmizin öz nəfəsi. Mahnılarda yaşar bizim babaların addım səsi. O torpaqda, o diyarda dünən vardıq, bugün varıq. Biz keçmişə güvəndiksə, gələcəyə addımlarıq. Vətən bilsiz də keçinər. Keçinmərik biz vətənsiz. Bu minvalla bırakmışıq çənli bellər üstündə biz. Şəhidlərin qanı ilə yorulur torpağımız. Üstümüzdə dağlanır öz üç rəngli bayrağımız. O üç rəngli bayrağımız bugün Azərbaycanımızın hər bir bölgəsində, hər bir köşəsində dağlanır. Mən şəhid anlarına, şəhid atalarına bugün bir qədər ürəklərində nə qədər ağracı olsa da bir qədər də qüvvəri hiss olsun ki, o torpaqlar azad oldu, onların övladlarının çiynində bir qədər də yükdə artıq oldu. Qazilərimiz var, bugün gözün, ayağın, qolun, qılçın, o vətən torpağının bir qarşı uğrunda verən bizim qazilərimiz var. Qoyunlar var olsun, qoyunlar sağ olsun, bizim ordumuz var, qalib ordumuz var, qalib Ali Başkomandanımız var, qalib xalqımız var artıq, mən belə deyərdim. Buna görə də nə qədər ağır olsa da, nə qədər kədərli olsa da, o an bizim ürəyimizdə heç olmasa bizi bir qədər rahat etsin. Düzdür, o anı biz çəkə bilmərik, o ağrını biz çəkə bilmərik. Mən bir daha şəhidlərimizə ulu tanrıdan rəhmət diləyirəm, qazilərimizə can sağlığı, ordumuzu qorusun deyirəm. Bir daha bütün şəhid-anlarına, şəhid atalarına qarşısında baş əyirəm. Övladlarımızın ruhları şad olsun deyirəm. Sağ olun. Şagirdlərimizin də bir balaca itirməm şeirləri var. İcazə verirsiniz, onlar da şeirlərini dəyərdi biz. Şəhidlər məzarda donmur, anacan. Şəhidin çiçəyi solmur, anacan. Şəhidlər heç zaman ölmür, anacan. Ölməmişəm, anacan, mən doğulmuşam. Bu vətən, bu torpaq mənimdir deyib. Üstündə vüqarla gəzdi şəhidlər. Əyninə qanundan bir köynək geyib. Düşmənin önünü kəsdi şəhidlər.
Təki vətənimiz düşməsin dara. Baxmayıb soyuğa, borana, qara. Cavab vermək üçün o azğınlara hər bir çətinliyə dözdü şəhidlər. Arzusu göylərə, yerə sığmayan, araza sığmayan, kürə sığmayan, nağıla, dastana, şeirə sığmayan ən ali müqəddəs sözdür şəhidlər. Torpaq götürməsin bu qanı qardaş. Gözləriniz yoxdur torpaq tökülə, telləriniz yoxdur sığal çəkilə, cəsədiniz yoxdur kəfən bükülə. Biz necə oxşayaq yaranı qardaş, torpaq götürməsin bu qanı qardaş. Məğrurluq necə də sizə yaraşır. Ay mənim o məğrur duran şəhidim. Mən kiməm, mən sizə tərif yazım ki, sizi tərif edir Quran şəhidim. Göstərdiniz dünyaya bu xalqın gücün. Bir örnek oldunuz nesiller için. Şərəflə yaşadınız, şərəflə köçün. Düşmən bağrını yaran şəhidim. Baş əymədiniz nə zulüm, nə zillətə. Ruh verdiniz ruhunuzla millətə. Qurban olub o sizdəki qeyrətə. Xocalı qisasını alan şəhidim. Yoluna su səpim, göz yaşı sıxım. Çəkməndə torpaq var, torpaq bir sıxım. Ver əskər çəkməni köksümə sıxım. Çəkməsində çiçək bitən şəhidim. Ayağım yerlədir, yolun göylədir. Göydən ulduz uçdu, yaram göynədi. Xəbərin oldu mu o qız neylədi? Dönüb üfüqlərdə bitən şəhidim. Torpağa qan səpdin, torpaq oyandı. Qanın çiçəkləndi, bu necə qandı? Yazdın ki, Qarabağ Azərbaycandır. Sən elə vətənsən, vətən şəhidim. İgid Poladımla hər an qoşasan. Sən elə Ağdamsan, elə Şuşasan. Can fəda etdin ki, vətən yaşasın. Bayrağa bürünüb ötən şəhid. Sinəsini düşmənə sipər edənlər qorxmadı ömrünü itirəcəkdir. Vətən öz uğruna şəhid edəni yerində min oğul bitirəcəkdir. Danışmaq çətindir xatirələrdən. Hansına toxunsan həyat qoxuyur. Bizə köçənlərdən qalan rəsimlər ürəyi sızladan nəğmə oxuyur. Yaxınıq an qədər uzaqlara, uzaqlar bizlərə əl eyləyirlər. Biz məzar üstünü çiçəklədirik, ruhlar da göylərdən gül ələyirlər. Səbrinə şahidəm oğul doğması, bizim də yolumuz ölümdən keçir. Həyat insanlara film sahəsi, şəhidlik ən gözəl bölümdən keçir. Qarabağ Azərbaycandır. Şagirdlər buyursun. Mən yolu nəzərə aldım ki, gecikən insanlar ki var, tədbir iştirakları, onlar da gəlsin çatsın, ondan sonra şəhidlərimizi ziyarət edək. Ona görə arxa planda saxladım. Birazdan indi hər birinizə dəvət edəcəm, şəhidlərimizi ziyarət edəcəksiniz. Bizimizin sinif rəhbəri, eləcə də ona dərs demiş müəllimləri burada iştirak edir. Xahiş edirəm Qəmzəm müəllim, Sevinç müəllimə çox xahiş edirəm. Buyursunlar, çox xahiş edirik. Onlar da öz ürək sözlərini desinlər. Sonra Boyat Almaz müəllimə xahiş edirəm. Şəhidimizin müəllimləri hər birisi buyursun. Mən onu da qeyd edim ki, şəhidimizin atası da, anası da öz təhsil aldığı məktəbdə uzun müddət müəllim işləyir. Həm onun atası, anası ilə müəllim yoldaşı olublar, həm də şəhidimizin dərs deyiblər, müəllimi olublar. Buyursunlar. Mən də Yalçının bir müəlliməsi kimi bugün bu məclisi təşkil edən hər kəsə özlərinin təşəkkürümü bildirirəm. Burada iştirak edən bütün şəhid analar qarşısında baş əyirəm, onların əllərindən öpürəm. Onların övladları bizim də övladlarımız olub. Biz uzun müddət Rəfiqə müəllimlə həmkar olmuşuq, bir məktəbdə işləmişik. Rafiq müəllim çox pozitiv bir insan idi.
Bu heç vaxt ürəyində çəkdiyi dərdi yansıtmazdı, heç kəslə bölüşməzdi, həmişə dərdini öz qəlbində çəkərdi. Məktəbdə necə deyərəm, öz müəllimlik borcunu yerinə yetirərdi hər zaman. Allah ona rəhmət eləsin, ruhu şad olsun ki, bugün onun övladının mövlud gününə toplaşmışıq. Mən deyərdim ki, dilim var gəlmir Rəfiqə müəllim. Bugün mən Yalçına deyim ki, Allah ona rəhmət eləsin. Çünki biz hər zaman Yalçının yolunu gözləmişik. Bugün də gözləyirik. Allah sizlərə səbir versin, Allah sizlərə ömür versin. Nə qədər bacı da olsa, qardaş da olsa, qohum övlad da olsa, ana yaşayırsa, şəhid də yaşayır. Allah şəhid analar sizlərə ömür versin. Can sağlığı versin ki, hər zaman övladlarınızın bax belə mövlud günlərində onların yad edilməsində iştirak edəsiniz. Bir daha sizlərin qarşısında baş əyirəm. Əllərinizdən öpürəm. Allah övladlarınıza rəhmət eləsin. Qazi qardaşlarımıza, qazi övladlarımıza Allah can sağlığı versin. Hər zaman onlar bizimlə birlikdə olsunlar. Ordumuzu Allah qorusun, vətənimiz sağ olsun. Sizə də dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, var olun ki, belə gözəl məclis təşkil etmişsiniz hər birinizə. Çox sağ olun. Təşəkkürümüzü bildiririk. Yaxın gəlin, xahiş edirəm. Müəllimələr, çox xahiş edirəm. Mən də həm Rəfiqə müəllimlə, həm Rafiq müəllimlə uzun illər bir yerdə çalışmışıq, işləmişik. Onların dərdini, qəmini gözümüzlə görmüşük, çəkdiyi ağrıları, acıları, hamımız onlarla bərabər dərdlənmişik, qəmlənmişik. Həmişə gözümüz yollarda qalıb. Biz Yalçını çox yaxşı xatırlayırıq. Qəlbimizdə çox gözəl qalıb. Çox tərbiyəli, ağıllı, mərifətli, qanacaqlı bir şagird olub. Və onun itkin düşməsi hamımıza təsir eləyir. İndiyə qədər də təsir eləyir. Və Rafiq müəllim yazıb elə bu dərsdən dünyasını dəyişdi. Hamımız da pis olduq. O Cəbrayıl alınanda biz istəyirdik ki, həmişə Rafiq müəllimi təbrik eləyək ki, öz onun vətəni, o doğulduğu yer alındı. Amma yazıq heç yaşaya bilmədi. Dərdqəm elə bil ki, onu apardı. Anası, atası belə oğlunun dərdi onu apardı. Mən bugün ancaq Rəfiqə müəllimə nə deyə bilərəm? Allah rəhmət eləsin. O biri balalarına Allah ömür versin. Şəhid analarının da qarşısında baş əyirəm. Onlara da rəhmət deyirəm. Atalarının qarşısında baş əyirəm. Sağ olsunlar ki, elə övlad böyüdüblər ki, torpaqlarımızı azad elədilər. Çox sağ olsunlar. Müəllim yoldaşlarım hamısı olduğu kimi söhbət elədilər. Rafiq müəllim də, Rəfiqə müəllimə də. Bizlə uzun müddət bir yerdə işləyiblər. Bu dərdi biz hamımız bir yerdə çəkmişik. Biz gözləyirdik ki, Yalçını belə gözləmirdik. Biz gözləyirdik ki, Yalçın qayıdacaq. Biz onu toyla, bayramla qarşılayacağıq. Rafiq müəllim çox əziyyət çəkdi. Biz onu gördük, onu axtarmaq üçün. Biz gözləyirdik ki, bunu biz kollektiv yığışıb böyük bir bayramla qeyd eləyək. Yenə də Rəfiqə müəllimə, Rafiq müəllimə rəhmət diləyirik. Sizə də səbir diləyirik. Mən Yalçının dərs dediyi müddətdə Yalçını tərbiyəli, ağıllı, xoş xasiyyətli bir uşaq kimi yadımda qalıbdı. Bir gün mən bir qısa onunla bir söhbətim olub, insan dərsi keçirdim onlara, biologiya müəlliməsi idim. Dərsimiz irsiyyət dəyişkənliyi idi. Dedi ki, uşaqlar dedilər ki, kim kimi oxşuyur nəsildə, kökdə. Dedim müəllim, mən dayılarıma qururca oxşasam da, mən ata tərəfimə oxşuyuram, xasiyyətcə. Amma anamı hamıdan çox istəyirəm. O ana sevgisi, onu o vətən sevgisi ilə bağlayıb bugün. Mən yenə də Rəfiqə müəllimə, sizə səbir diləyirəm. Mən ona dilim gəlmir rəhmət deməyə. O bizim şagirdimiz olub, sizin çəkdiyiniz əziyyətləri görmüşük. Bütün şəhid analarının qarşısında da baş əyirəm. Onların balaları da həmən qanı yerdə qoymayıblar. Hamınıza səbir diləyirəm. Allah sizə ömür versin. Şəhid anaları, ataları. Təşəkkürümüzü bildiririk. Çox sağ olun, var olun deyirik. Buyurun, buyurun müəllimlər, buyurun. Biz şəxsi dəvət etmək istəyərdim. Belə deyək də, mənə dedilər ki, Elçinin övladı baxanda Yalçını biz
anırıq, Yalçını xatırladırıq. Elçinin övladını dəvət edirəm, xahiş edirəm, buyursun. Değerli qardaş oğlu, gəl bura. Qəhrəmanımıza oxşarlığı olduğu üçün ana belə deyək də ətrini bax bu nəvədən alır. Buyur, biz gəlmə. Əvvəlcə hamınızı salamlayıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun. Bu günü bizimlə keçirdiyiniz üçün sağ olun. Təşəkkürümüzü bildiririk. Şəhid Hikmət Əliyev adına Boyat kənd tam orta məktəbinin şagirdləri buyursun və həmin məktəbin müəllimlərindən də kim çıxış etmək istəyirsə xahiş edirəm. Buyursun. Mən ad çəkmirəm. Kim çıxış etmək istəyir buyursun. Nurlan müəllim, təşəkkür edirəm. Nurlan müəllim bizim əzizimizdir. Şəxsən mənə tarix dərsi keçən, Allah rəhmət eləsin, Raqif müəllimin övladıdır, mənim müəllimim olub. Ən azı bir həftədə bir dəfəndə olsa bu qəbrin ziyarət etmək mənə qismət olur. 3 müəllimim Boyat qəbirstanlığında uyuyur. Qardaş müəllim, Bənövşə müəllim və Raqif müəllim. Hər birisinin ruhu şad olsun. Onu da qeyd edim ki, yeganə bir müəllimim idi ki, bir dəfə deyirdi ki, səhifə, məsəl üçün 80, paragraf neçə və kitabı atırdı, kitabdan yox, əzbərdən o dərsi danışırdı və yeganə müəllimim olub ki, bu dərsi danışandan sonraki 5 dəqiqə, 6 dəqiqə vaxt qalırdı zəngə, mən çıxıb o danışdığı dərsi təkrar qaytarırdım, 3 gün sonra olan dərsin qiymətini verirdim mənə, deyirdi ki, otur və qürür duyuram. Bu günləri o müəllimin övladı buradadır, buyur. Allah şəhidlərimizə rəhmət eləsin, Yasin qardaşımızın məvludu mübarək olsun. Mən də atam Raqif Qarabağlının istərdim ki, Azərbaycan poemasını sizlərə çatdırardım. Atam 30 illərə yaxın Boyal Orta Məktəbində həm tarix müəllimi, həm də hərbi hazırlıq müəllimi işləyibdir. Azərbaycan gözəl vətən, qəhrəmanlar böyütmüsən. Ta qədimdən indiyədək tarix boyu sevilmisən. Lap qədimdən Dədə Qorqud ad vermişdi dəllərə. Torpaqları tavşırmışdı Qazanxanla Beyrəklərə. Şah İsmail Xətainin 15 yaşı olan zaman qarşısında diz çöymüşdü zalim xanlar, qan soranlar. Unutmaram Sultan Bəy. Unutmaram Sultan Bəy Laçınıma ana demiş, 100 minlərlə erməni dərələrdə gəbərtmiş, tarix boyu mərd igidlər Erməniyə qalib gəlmiş. Qaçaq Nəbi Həcəli ilə səni sevmiş, əzizləmiş. Allah şəhidlərimizə rəhmət eləsin. Əsirlərin sınavından keçmişik. Ulu Göyçə Borçalı itirmişik. Vedini, İrəvanı, Zəngəzuru vermişik. Qarabağım, bir səni vermərik. Sınamışıq dostumuzu davada. Neçə ildir döyüşürük yadlarla, axla namərd düşmən gördük davada. Danışmayır, danışmayır, gülməyirsən o vaxtdan. Danışmayır, dinməyirsən nə vaxtdan. Qolu bağlı, bəxti qara pəhlivan, yad əllərə səni verən deyirik. Yad əllərə səni verən deyirik. Bu şiir 1992-ci ildə Qarabağ müharibəsi gedən arxasında yazılıbdır. Şükür bu günə ki, Qarabağımız azaddır. Şükür bu günə ki, Rövşən kimi, Nurlan kimi, Ceyhun kimi qəhrəmanlarımız 1-ci Qarabağ müharibəsində Yalçın kimi, Abbasov sahib kimi qəhrəmanlardan güc qüvvət alaraq müstəqil doğma Azərbaycan torpaqlarını birləşdirdilər. Öz şirin qanlarından keçərək. Allah şəhidlərimizə rəhmət eləsin. Təşəkkürümüzü bildiririk. Buyursunlar şagirdlərimizə. Payız gəlir, yenə gözüm yaşlıdır. Neçə şəhid verdim, ağladım. Soruşmayın, niyə gözün yaşlıdır? Mən şəhidimə laylay dedim, ağladım. Qurban olum sizdə olan qeyrətə, öz canını qurban verən millətə. Sizdə qıyan düşmən gəlsin lənətə. Göz yaşımı sildim ağladım. Sizin kimi vətən sevən görmədim. Göz qırpından candan keçən görmədim.
Ana canım diye görmedim. Bugün sizi vətən bildim ağladım. Bugün sizi vətən bildim ağladım. Dinle beni, düşün biraz. Milletin son sesiyim. Bugün bu torpaqda yatan həmin şehidin sesiyim. Unutmayın bizi bir an. Geçse de çok uzun zaman. Düşmene direden aman. Ordunun Mekkesiyim. Bugün bu torpaqda yatan həmin şehidin sesiyim. Ben yetim kalmışam. Ben onu sevmiş ocaq. Ben namusu Qarabağın Şah İsmail'in nevesiyim. Bugün bu torpaqda yatan həmin şehidin sesiyim. Bugün bu torpaqda yatan həmin şehidin sesiyim. Təşəkkürümüzü bildiririk. Mən bir təşəkkür də etmək istəyərdim ki, bu abidəni öz maşınını satıb 20 yanvar şəhidlərinin adlarını əbədiləşdirən Sabir əmiyə Allah rəhmət eləsin deyirəm. Allah ruhu şad eləsin. Onun övladlarına, ailəsinə mən bir təşəkkür edirəm. Qardaşına təşəkkürümü bildirirəm. Və operatorlarımız, Mehman qardaşımız, Zahir qardaşımız, səs rejissorumuz, Səyyəf qardaşımız 2016-cı ildən bəri Ağcabədi rayonunda demirəm, bütün bölgələrdə keçən şəhid tədbirlərində hər bir zaman bizimlə bərabər xidmət göstərən təmənnasız qardaşlarımız, sizlərə çox sağ ol deyirəm, var ol deyirəm. Çıxış etmək istəyənlər varsa xahiş edirəm, yaxınlaşsın. Yoxsa bir şeirlə məclisimizi bağlıya elan edək, yekunlaşdıraq və analar başda olmaqla şəhidlərimizi ziyarət edək. Ben bir şiirlə istəyərdim ki, çıxışımı yekunlaşdırım. Hər zaman deyəcəm, demişəm, deyəcəm də bu şiirin yazılma tarifi Şəhid Parkında bir dəfə işləyirdim. Gəldi mənə bəzi qüvvələr tərəfindən örgədilmiş şəxslər ki, sənin şəhidin var, gəlib burada işləyirsən. Sən xeyrin nədir, gəlib burada işləyirsən. Bir dəfə də toyda şəhidləri yad etdiyim üçün, sükut elan etdiyim üçün yine de bəzi qüvvələr tərəfindən örgədilmiş bir şəxs gəldi ki, sən şəhidin var, şəhidləri yad etdirirsən. Məncə şəhidləri yad etdirmək üçün hökmən şəhid olmalıdır ailədə. Bütün şəhidlər mənim şəhidimdir və bir şeir yazdım. Sənin şəhidin var mənə söyləyən, bütün şəhidlərin qardaşıyam mən. Şəhidə xidməti dərk eyləməyən, bütün şəhidlərin qardaşıyam mən. Birinci, ikinci, nə fərq var? Şəhidin bir adı, bir ünvanı var. Cənnətdə şəhidlə şəfayətim var. Bütün şəhidlərin qardaşıyam mən. Atası, anası qalmayanların, 30 il məzarı olmayanların, daşlarda səsimi duymayanların, bütün şəhidlərin qardaşıyam mən. 1905'in qurbanlarımın, 18'de müstəqil olanlarımın, 37 Sibir'de qalanlarımın, bütün şəhidlərin qardaşıyam mən. 48-53 de oldu neler, elinden didərgin düştü körpələr. Didərgin dərdini anlayan bilər, bütün şəhidlərin qardaşıyam mən. 90'da 20 yanvardan deyim, 91-20 noyabr deyim, 92 fevral Xocalı deyim, bütün şəhidlərin qardaşıyam mən. Bəsdir günah edib qeybət etdiniz, şəhidlər evində fətva verdiniz, şəhidləri köhnə, təzə böldünüz, bütün şəhidlərin qardaşıyam mən. İhtiyar gedecek tekçe hak yolun, hidayet eylesin Allah her kulun. Gidin şehitlerden siz beni sorun. Bütün şehitlerin kardeşiyim ben. Bütün şehitlerin kardeşiyim ben. Bütün şehitlerin ruhu karşısında baş eğrem, gazi kardeşlerimizin, veteran kardeşlerimizin karşısında baş eğrem, onları büyüdüp boya başa çattıran anaların karşısında baş eğrem. Ve her bir zaman ben demişim, Nereden görsən deyirlər ki, Allah şəhidlərimizin ruhunu şad eləsin, qadirlərimizə şəfa versin. Xahiş edirəm, veteran qardaşlarımızı unutmayaq. Şəhidlərimizin mübarək cəsədlərini və yaralı qadirlərimizi döyüş meydanından, o mərminin altından çıxaran qəhrəman veteran qardaşlarımız var. Allah veteran qardaşlarımız da canını sağ eləsin, qarşılarında baş əyirəm, diqqətinizə görə təşəkkür edirəm və məclisi bağlı elan edirəm. Xahiş edirəm, hər bir kəs buyursun, şəhidlərimizi ziyarət etsinlər. Çox xahiş edirəm.
Uşaqlar gəlsin, görə qoysun, sonra şəkillər çəkdirir. Tələbəyə çəkdirir. Orada durmayın da, orada durmayın. Cərgə ilə gəlin də. Ziyarət edin. Var da. Hamısına görə. Keçin oradan da görün. Şərtim ben. Analar, xahiş edirəm. Çəkili sonra çəkdirik. Çəkin hemen. Gələməyin, ziyarətə bu tərəfə keçək. Çəkin, olar ki, mən də çəkin, lan sizdən çəkin. Bir dənə də çək, Mehman, Mehman. Mehman, bir dənə də şəkil çək. Gel bura. Gel bura, gel bura. Gül koy oraya, koy çekək. Ay sağ ol.